Məsələn, Yine onun bəziləri var, hə. Bəzi, məsələn, o insanın fanatıdırlar da, deyək ki, belə, onun gətirdiyi bütün şübhələri özü də zikr edir və O kimdir? Allah. təsdiq edir ki, yəni düz deyir. Yox, o cahildir. Mason da Allah bilir, nə deyir, nəyə xidmət edir Allah bilir. Ümumi cavab verdi ki, zındırlara qulaq asmayın. Hə. Qamət qardaşım, yoldaşım deyir ki, Mirinin ilahiyyat təhsili sizin şeyxinizdən təhsilindən çoxdur. Amma şeyx qəsdən böhtan ataraq ona jurnalist deyir. Ya fikir vermir, o kimdir, o müzakirə edirsiniz. O elm əhlin olsun, oxuyub kitabın, qələmun, dəftərun. Biz isə Mədinədə təhsil almışıq. Əlhamdülillah. Heç onu da bilmir. Kitab dəftəri bilmir, ərəb dili bilmir. Yəni, biz siz elmi mütəxəssislərdən götürün. Hələ olmaz, hələ olmaz. Hər adama qulaq asır, o kimdir qulaq asırsınız? Bu barədə mütəxəssis deyil. Ağlı olan normal ağıl. Hələ adamlara qulaq asmaz. Və salam. Bəli. Dəyərli dostlar, gözəl insanlar, əziz bacı qardaşlarım. Bu şəxs sələflərin şeyx adlandırdıqları, vaxtilə Əbu Bəkir adlandırılan məscidin imamı olub. Deməli, hansısa məclisdə mənim bir fikrimlə əlaqəli sual verilir. Sələflərin şeyx adlandırdığı bu şəxs həqiqətən Mədinədə aldığın təəssüflər olsun ki, həmin o təhsilin haqqını verir. Möhtəşəm əxlaq nümayiş elətdirir. Sual verən şəxs adımı çəkəndə narahat olur və deyir ki, zındığın adını çəkməyin. Yəni, bunların həqiqətən əxlaq anlayışı budurmu? Bunlara Mədinədə müəyyən bir sual veriləndə bu cürmü cavab verməyi öyrədirlər. Amma burada dediyi zındıq sözü əslində Allahı, Allahın birliyini, ahirəti inkar etdiyi halda inanmış kimi görünən insanlar üçün istifadə olunan bir termindir. Bu, Azərbaycan sələflərinin şeyxi mənim üçün cahil deyir. Sonra mason olduğum böhtanını atır. Birincisi, Quranın 49-cu surəsi olan Hucurat surəsinin 11-ci ayəsində Allah buyurur ki, ey iman gətirənlər, bir cəmaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. İkincisi, sizin danışıq tərzinizə, suallara verdiyiniz cavablara baxıb, heç mən sizə cahil deyirəmmi? Xeyr, heç bir zaman. Halbuki sizin öz qardaşlarınız sizi bu cür qələmə verdikləri halda mən heç vaxt bu cür hörmətsizliyi etmirəm. Çünki mənim İslamdan öyrəndiyim budur. Üçüncü məqam, siz məni mason adlandırırsınız. Digərləri kimi. Həqiqətən siz mənim mason olduğumu bilirsinizmi? Əgər bu haqda məlumat